Və yaxud məsəl üçün deyək ki, hər qəhrəmanların eyni olmasıdır. Bax bu qayda oxşar cəhətləri budur. Fərqli cəhətləri də bayaq dediyimiz qaydada, məsələn başqa-başqa müəlliflərin yazmağıdır, başqa-başqa illərdə, başqa-başqa dillərdə yazılmağıdır. Euler Venn diaqramı budur. Lap məsəl üçün sifəti götürək, ismi götürək. Oxşar fərqli cəhətlərini göstərirəm. Ay, sağ ol. Oxşar cəhətləri məsəl üçün əsas hissələr olmalıdır. Fərqli cəhətləri sifət, əlamət, keyfiyyət bildirir, isim ad bildirən əsas hissəsidir. Bax bu olur bizim Euler Venn diaqramımız. Bəli. Ay, sağ ol. Bir də proqnozlaşdırma da bu da ədəbiyyata aiddir də ən çox müəllim. Ay, sağ ol. Proqnozlaşdırma necə olur müəllimə deyək? Məsələn mətnin necə, məsələn mətni deyirik, məsələn onun necə bitəcəyini təsəvvür eləyirik də belə. Məsəl üçün mətni nəriyə qədər oxuduq, oxuyandan sonra dayanırıq. Deyirəm ki, ardını düzəldir də, bax elə deyək. Fikirləşin görək ardını necə davam eləmək olar, necə qutaracaq bu əsərin ardı? Proqnoz eləyirik. Proqnoz qoyuruq. Ən çox Azərbaycan dili ədəbiyyat dərsində istifadə olunur. Bu zaman şagirdin məntiqi də, tənqid də, yaradıcı təfəkkürü də düşəcəkdir. Bəli. Yaradıcı bir şey düşür. Düşəcəkdir, bəli. Yəni dərs sahə eləməyəcəm. Üstündə qalacaq. Əməli